Şizofreniya nədir? Şizofreniya xəstəliklərin beynəlxalq təsnifatı və DSM üzrə sırf psixiatrik bir pozuntudur. Psixiatrik xəstəliklər qrupuna daxildir. Ümumiyyətlə, psixiatrik xəstəliklər, psixiatrik pozuntular iki böyük qrupa bölünür. Birinci qrupa nevrotik xəstəliklər, yəni nevrotik pozuntular. Bunlara panik atak, panik pozuntu, həyəcan təşviş pozuntusu, yəni anksiyete, obsessiv kompulsiv pozuntu, buna köhnə nomenklatura ilə sarışan hallar nevrozu, cəmiyyət arasında isə takıntı xəstəliyi, vasvasalıq və yaxud da ki, sofuluq deyilir. Digəri dissosiativ konversiyon pozuntu, konversiyon pozuntu, depressiv epizod, tik pozuntusu, Tourette sindromu daxildir. İkinci qrupa isə psixotik xəstəliklər, psixotik pozuntulardır. Bunlara ruhi xəstəliklər də deyilir. Bu xəstəliklərin kliniki gedişatı zamanı psixozlar müşahidə edilir. Bunlara DSM üzrə şizofreniya spektrum və digər psixotik pozuntular daxildir. Bu qrupa şizofreniya, şizotipik pozuntu, şizoaffektiv pozuntu, şizoid və yaxud da şizotipial şəxsiyyət pozuntusu, bipolar affektiv pozuntu, eyni zamanda müxtəlif dərman preparatlarından və maddənin fonunda istifadə olunan psixotik pozuntular, müxtəlif tibbi durumlarla bağlı olaraq yaranan psixotik pozuntular, buraya doğumdan sonraki psixoz və eyni zamanda onkoloji xəstəliklər zamanı müşahidə olunan psixozlar aid edilir. Şizofreniya psixiatriyanın sütun, təməl xəstəliyi hesab olunur. Psixiatriya dedikdə ilk yada düşən xəstəlik şizofreniyadır. Məhz buna görə də mən şizofreniyanı psixiatriyanın kral xəstəliyi hesab edərdim. Şizofreniya Yunanca tərcümədə mənası şizo parçalanma, frenikus ağıl deməkdir. Yəni bu ifadə hərfi mənada ağlın parçalanmasına gəlsə də, şizofreniya xəstəliyinin klinik gedişatı zamanı heç də ağılsızlığa gətirib çıxaran bir pozuntu yaranmır. Şizofreniya İlk dəfə 1908-ci ildə Bleuler tərəfindən aşkarlanmışdır. Məhz buna görə də bəzən bu xəstəlik onun adı ilə adlandırılır. Şizofreniya 1950-ci ildə ilk antipsixotik olan, ilk neyroleptik olan aminazin aşkarlandıqdan sonra müalicəsi tətbiq edilməyə başlamışdır. Şizofreniya xəstəliyinə və şizofreniya adına qarşı cəmiyyətimizdə, insanlar arasında hər zaman bir stigmatizasiya, bir miflər formalaşmışdır. Hansı ki, yanlış miflər formalaşmışdır. Məhz buna görə də ailələrində şizofreniya xəstələri olan ailə üzvləri və yaxın qohumları xəstələrini gizlətməyə, evə qapatmağa, evdən bayıra çıxartmamağa çalışırlar. Çünki cəmiyyət tərəfindən damğalanmaq və qınaq obyektinə çevrilmək qorxusu yaşayırlar. Şizofreniya xəstəliyi necə yaranır? Ümumiyyətlə qeyd etmək istəyərdim ki, şizofreniya xəstəliyi 15-25 yaş aralığında başlayar və bu xəstəlik kişilər və qadınlar arasında eyni müşahidə edilər. Şizofreniya multigenetik və multifaktorial bir xəstəlikdir. Şizofreniya xəstəliyində risk qrupu kimi genetik faktorlar önəmlidir. Həmin bu genetik faktorlar beyində oturmuş olur. Şəxs bu genləri daşıyır. Lakin hər hansısa bir stres faktoru, tətikləyici və yaxud da qıcıqlandırıcı faktor beyində həmin bu genləri oyadır. Bu zaman beyində patoloji proteinlər sintez edilməyə başlayır. Qıcıqlanmış və tətiklənmiş bu genlər şizofreniya xəstəliyinə təkan verir və nəticə etibarilə xəstəliyin klinik gedişatı formalaşmağa başlayır. Bu stres faktorlarına daxil edilir. Şəxs bətindaxili olaraq hər hansısa bir infeksiya yoluxubsa, bətindaxili travma alıbsa, doğum vaxtı, doğuş etapında travma alıbsa, doğulduqdan sonra artıq gəzməyə başladıqda, yıxılıb başı harasa dəyibsə, travma alıbsa, avtoqəza fonunda yaranan travmalarda və yaxud da ki, şəxs məktəblidir, universitetə imtahan vermək istəyir, tələbə olmaq istəyir, lakin imtahandan kəsilibsə, bunun fonunda yaranan stres və yaxud da ki, şəxs qadındır, doğub və doğuşdan sonra bir travma alıbsa, doğuş zamanı bir travma alıbsa, bunlar stres faktorları hesab edilir. Bu genetik faktorlarda əgər bunlar eyni yumurta əkizində müşahidə olunarsa, bunun digər uşaqda olma ehtimalı 90%-dir. Əgər ayrı yumurta əkizlərində müşahidə olunarsa, bunun digər uşaqda olma ehtimalı 50%-dir. Əgər valideynlərdən hər hansısa biri, ata və yaxud da ki, ana xəstədirsə, bunun övladında görülmə ehtimalı 25%-dir. Həm ana, həm ata xəstədirsə, bunun övladında görülmə ehtimalı 50%-dir. Baba və yaxud da ki, nənə xəstədirsə, bunun nəvədə görülmə ehtimalı 8-10% aralığında təşkil edir. Şizofreniya xəstəliyi necə yaranar?
Şizofreniya xəstəliyi zamanı beyində hansı kimyasal dəyişikliklər gedir? Gəlin indi isə beyində gedəcək neyrokimyəvi və neyrofizioloji dəyişikliklərə nəzər yetirək. Şizofreniya xəstəliyi zamanı beynin ön bölgəsinin, yəni ön payının, frontal lobun, alın payının beynin arxa bölgəsi ilə tam şəkildə əlaqə yarada bilmir. Nəticədə bunlar arasında əlaqə pozulur. Beynin ön bölgəsi, ön payı, yəni alın payı, frontal lob, bu zaman onların icra etdikləri funksiyalar dəyişilir. Nəticə etibarilə şəxsdə qərar vermə, planlama, idarə etmə, duyğu, düşüncə və davranışların sürdürülməsi, diqqətin davam etdirilməsi, mühitə konsentrasiya olma, adaptasiya olma, anlama, qavrama, yadda saxlama, akademik bacarıqların tənzimlənməsi prosesi pozulmuş olur. Arxa pay isə daha aktiv fəaliyyət göstərməyə başlayır. Arxa payda xəyal dünyası formalaşmağa başlayır. Və nəticə etibarilə bu zaman beyində dopamin neyromediatorlarının miqdarı artır və psixotik bir hal yaranır. Məhz buna görə də müalicə müddətində dopaminin antagonistləri olan dərman preparatları təyin edirik. Bu zaman dopamin neyromediatorundan başqa eyni zamanda beyində serotonin, asetilxolin, GABA, glutamat asid neyromediatorlarında, sintezində və ifrazında dəyişiklik yaranmağa başlayır. Şizofreniyanın klinik gedişatı zamanı iki böyük simptomlar qrupu müşahidə olunur. Birinci qrupa müsbət, pozitiv və yaxud da ki, produktiv simptomlar deyilir. İkinci qrupa isə negativ, mənfi və yaxud da ki, defisitar simptomlar deyilir. Gəlin indi isə bunlara aydınlıq gətirək. Birinci qrupa pozitiv, müsbət, produktiv simptomlara şübhələr aid edilir. Şübhələr, biz buna paranoyalar da deyirik. Şəxs şübhələnir, məni güdürlər, məni izləyirlər, məni təqib edirlər, mənə nəsə hiylə quracaqlar, mənə xətər yetirəcəklər, mənə planlar qururlar, məni zəhərləyəcəklər. KGB güdür, MTN izləyir, polis mənim əlimi qolumu bağlayıb aparacaq, mənim haqqımda məlumat yayacaqlar deyə şübhələr formalaşmağa başlayır. Və yaxud da ki, şəxsin hər hansısa bir elektrik cihazları ilə bağlı olaraq narahatçılıqları yaranır. Şəxs hərdən elə düşünür ki, kosmosdan və yaxud da ki, yad planetlərdən şüalar vasitəsilə onun düşüncələrinə və davranışlarına təsir göstərirlər və nəticə etibarilə həmin bu düşüncə və davranışları kimlərsə tərəfindən idarə olunur və yaxud da ki, onların düşüncələri və davranışları kimlərsə tərəfindən oxunur və bunlar idarə olunurlar. Şəxs televizora baxarkən, televiziyada gedən hər hansısa bir məlumat əsnasında o elə düşünür ki, həmin o məlumat onun barəsində verilir, onun barəsində danışırlar, onun barəsində müzakirələr aparırlar və ona hər hansısa bir hiylə quracaqlar. Və yaxud da ki, şəxs telefon stolunun üzərindədirsə, ona elə gəlir ki, telefon vasitəsilə onun səsi yazılır, onun səsi sosiallaşaraq müxtəlif vasitələrlə cəmiyyətə çatdırılır, gizli məlumatları cəmiyyətə çatdırılmış olur. Və yaxud da ki, şəxs elə düşünür ki, müayinə etapında, müayinəmə gəldikdə yan divarlardan kameralar vasitəsilə onu çəkirlər, izləyirlər, onun haqqında olan məlumat bütün cəmiyyətə yayılır. Və yaxud da ki, şəxs onu zəhərləyəcəklər qorxu yaranır. Şəxs evdə ailə üzvlərindən, yaxın qohumlarından şübhələnməyə başlayır. Ona elə gəlir ki, onun suyuna, çayına və yaxud da ki, yeməyinə dərman qatıblar, onu zəhərləyəcəklər, onu öldürəcəklər deyə beynində şübhələr yaranmağa başlayır. Və nəticə etibarilə şəxs evdə sudan, yeməkdən imtina edir, sürətlə çəki itirməyə başlayır, anoreksiya, kaheksiya yaranmağa başlayır, qidadan tamamilə imtina etmiş olur. Və yaxud da ki, şəxs özünün xüsusi gücə malik olduğunu, əllərinin şəfalı olduğunu, vergili olduğunu, Allahla əlaqəli olduğunu, dini insanlarla əlaqəli olduğunu düşünür və ona elə gəlir ki, onun gücü vasitəsilə xəstələrə şəfa tapacaqdır və bütün xəstəlikləri müalicə etmiş olacaqlar. Bundan başqa pasiyentdə özünü böyütmə sayıqlamaları yaranır. Şəxs özünü yüksək vəzifəli bir insan hesab edir və bunun vasitəsilə, bu fikirlər, düşüncələr vasitəsilə ona elə gəlir ki, o müəyyən bir mühüm məsələlərin həll edilməsində vacib bir rol oynayır. Digər pozitiv əlamət kimi burada hallusinasiyaları qeyd edərdim. Biz bildiyimiz kimi bizim 5 duyğu üzvümüz var. Bunlara görmə, eşitmə, qoxu, dad bilmə, taktil, yəni toxunma, pozuntu yarandıqda hallusinasiyalar formalaşır. Yəni bu hallar təhrif olunmuş bir vəziyyətə gəlir. Birincisi, mən burada qeyd edərdim görmə hallusinasiyaları. Şəxs olmayan bir halları, qeyri-real bir məhfumları, həqiqətə uyğun olmayan bir məhfumları görməyə başlayır və bunu
hər hansısa bir məntiqli izahla aradan qaldırmaq mümkün olmur. Ümumiyyətlə görmə hallyusinasiyaları həm nevrotik pozuntularda, yəni nevrotik xəstəliklər zamanı, xüsusən dissosiativ konversiyon pozuntuda, həmçinin epilepsiya zamanı, epileptik psixoz müddətində müşahidə edilə bilər. Eyni zamanda ruhi xəstəliklərdən şizofreniya zamanı müşahidə oluna bilər. Qeyd edərdim ki, nevrotik pozuntularda, nevrotik xəstəliklərdən dissosiativ konversiyon pozuntu zamanı xüsusən müşahidə olunan görmə hallyusinasiyaları müəyyən bir yas mərasimlərində, stres keçirdikdə, qorxu, həyəcan, təşviş, gərginlik, narahatlıqla bağlı olaraq şəxsin gözünün qabağından ağ paltarlı insanlar keçdiyini söyləyir, şəxs bayılır, konversiyon tutmalar müşahidə edilməyə başlayır və bu konversiyon tutmalar artıq epilepsiyadan fərqli olaraq dəqiqələrlə davam etmiş olur. Bəzən 20 dəqiqəyə qədər, bəzən 2 saat və yaxud da ki, saatlarla və günlərlə davam etmiş olur. İkincisi, şizofreniya zamanı müşahidə olunan görmə hallyusinasiyaları isə bu hallyusinasiyalar şəxs bunu sanki gözünün qabağında canlı bir kino lenti kimi obrazlı şəkildə, bəzən özünü də o lentdə təsvir edərək görmüş olur və nəticə etibarilə burada olan görmə hallyusinasiyalarında şəxs qarşısındakı insanla dialoqa keçir. Bəzən dodaqaltı danışmağa başlayır. Ətrafımızda da belə bir insanlar görmüş olaraq başlayır dodaqaltı mızıldanmağa. Yaxın qohumlarının dediyi və ailə üzvlərinin dediyi bir ifadələri işlədirəm. Doktor, dodaqaltı mızıldanmağa başlayır. Soruşduqda kiminlə danışırsan, ya inkar edərlər, ya da ki, nəysə yadıma düşmüşdü, onu müzakirə edirəm, söyləyir. Lakin bu ifadələri onlar xəstəliyin kəskin etapında söyləyirlər. Xəstəlik proqressivləşdikcə, xronikləşdikcə bunlar artıq ifadə edəcəkləri fikirləri də inkar edirlər. İkincisi isə eşitmə hallyusinasiyalarını qeyd edərdim. Şəxs qeyri-real, həqiqətə uyğun olmayan səslər eşidir. O, bu səslərin normal olduğunu düşünür və gün ərzində bu səslər onu müşahidə edir. Şəxsə sual verdikdə və hər hansısa bir məntiqi əsasla bu fikirləri təkzib etdikdə bunları məntiqi əsasla dəyişmək olmur və öz fikirlərində qalmış olurlar. Səslər şəxsə uzaq məsafədən, kosmosdan, yad planetdən, rayondan, kənddən, şəhərdən, yoldan, küçədən və yaxud da ki, ikinci bir qrupda isə səslər şəxsin bədənində olur. Səslər şəxsin başının içindən gəlir və yaxud da ki, başının hər hansısa bir nahiyəsində, alnında, gözündə olduğunu düşünür. Səslər şəxsin müxtəlif orqanlarında, döş boşluğunda, ürəyində, qarın boşluğunda, qaraciyərində, bağırsağında olduğunu ifadə edir. Bu səslər şəxsi gün ərzində müşahidə edir. Səslər zamanı şəxs dayanır, gözləri bir nöqtəyə zillənir və yaxud da ki, gözləri ilə ətrafı seyr edirlər, donub qalır. Sual verdikdə cavab verə bilmir və yaxud da ki, verdiyiniz suallara dəxlisiz, aidiyyəti olmadan əlaqəsiz cümlələrlə cavab verməyə başlayır. Şəxs sanki bir robot halında olur. Bu səslər iki cür ola bilər. Səslər şəxslə danışır, şəxs bunlara reaksiya verir, şəxs artıq başlayır onlarla danışmağa, dodaqaltı danışmağa başlayır, onlara səsli şəkildə cavab verir. Pasiyentimdən örnək gətirmək istəyərdim. Pasiyentim qarşısında cinin olduğunu və o cinin, o şeytanın onunla danışdığını, onun müalicəyə ehtiyac olmadığını, hər şeyin yaxşı olacağını, onun ilahi bir qüvvəyə malik olacağını həmin şəxsə bildirir və hər zaman onun yanında dəstək olacağını, ona yaxın olacağı kimi ifadələr işlədir. Səslər bəzən xoş niyyətli, bəzən isə pis niyyətli olaraq onu təhqir edir və qeyri-etik ifadələr işlətmiş olur. Digər bir tərəfdən şəxsin beyninə gələn səslər fonunda bir neçə səs və yaxud da ki, iki səs bir-biri ilə danışır. Pasiyentə sual verdikdə ki, o səslər aydınlaşırmı, anlaşılırmı? Pasiyent isə səslərdən heç nəyin anlaşılmadığını, aydınlaşmadığını ifadə etmiş olur. Bəzən səslər əmredici xarakteri daşıyır. Səslər şəxsə əmr edir. Dur, otur, mənim dediklərimi eləyəcəksən, bunları eləməsən başına pis bir hadisə gələcəkdir və bunun fonunda şəxs həyəcanlanır, qorxur, narahat olur, gərgin olur. Nəticə etibarilə bu səslər bəzən əmredici xarakteri daşıyır. Nəticədə səslərin fonunda şəxs özünə qapanır, qəzəbli və istirablı olur, bəzən ətrafa şiddət yetirir, ətrafdakılara xətər yetirir, xəsarət yetirir, bəzən isə özü ilə bağlı olaraq intihar düşüncələri gəlir və intihara dair sürükləyən bir hal yaranmış olur. Digər bir hallyusinasiya kimi isə taktil, yəni toxunma hallyusinasiyasını qeyd edərdim. Praktik təcrübədə çox nadir görülən bir hallyusinasiya növüdür. Pasiyentimdən örnək gətirmək istəyərdim. Pasiyentim belə bir ifadələr işlədir. Şəxs dayanır və qarşısında dayanmış şəxslə
onun bədənlərinin bir-birinə toxunduğunu və həmin müddətdə cinsi əlaqəyə girəcəklərini və girdikləri düşüncələr yaranmağa başlayır. Bu düşüncələr ona əzab və istirab verir. Qeyd etmək istəyərdim ki, toxunma, taktil hallyusinasiyaları adətən ahıl yaşlarda 65 yaş üzərində olan şəxslərdə müşahidə olunur. Bu, çünki cinsi əlaqə ilə bağlı olaraq cinsi əlaqəsi olmayan və cinsi əlaqəsi çox nadir hallarda müşahidə olunan şizofreniya xəstələrinə aiddir. Digər bir hallyusinasiya kimi isə qoxu hallyusinasiyalarını qeyd edərdim. Hər hansısa bir müddət ərzində pasiyentin keçirdiyi travmalara bağlı ola bilər və yaxud da ki, təhrif olunmuş qoxular gələ bilər. Şəxsin burnuna yanıq iyi və yaxud da ki, meyit iyləri gəlməyə başlayır. Dad hallyusinasiyalarını qeyd edərdim. Dad hallyusinasiyaları şəxsin ağzında yeməyin dadı təhrif olunur. Yeməyin dadı başqa bir dad və tamlar verməyə başlayır və nəticə etibarilə şəxs qidadan imtina etmiş olur. İkinci böyük simptomlar qrupuna isə mənfi, neqativ, yəni defitsitar simptomlar daxildir. Buraya aid edilir. Ümumiyyətlə bu simptomlar qeyd edərdim ki, şizofreniya xəstəliyinin ilkin, yəni başlanğıc prodromal əlamətləri dövründə müşahidə olunur. Xüsusən yeniyetməli çağında 15-16 yaşlarda xəstəlik başlayarsa, bu əlamətlər müşahidə olunmağa başlayır. İlk növbədə burada depressiv, obsessiv və həyəcan təşviş pozuntusu, yəni anksiyete müşahidə olunur. Şəxs bu zaman həyəcanlanır, gərgin olur, qorxur, təşvişli, təlaşlı, narahat olmağa başlayır və bunun fonunda şəxsin bədənində əsmə, tərləmə, titrəmə, üşütmə, soyunma, temperaturanın qalxması, istilik basma hissiyatı yaranır. Bunun fonunda şəxs gərginləşərək üz ifadəsi vahiməli olur, alnı qırışır, göz bəbəkləri bərəlir, göz alması genişlənir, ağız bucağı aşağıya doğru enir, şəxsin üzü vahiməli bir baxış almış olur. Daha sonraki etaplarda obsessiv düşüncələr, sarışan düşüncələr yaranmağa başlayır. Bu düşüncələr get-gedə proqressivləşir, ağırlaşır, xronikləşməyə başlayır. Şəxsdə depressiv epizod formalaşır. Şəxsin valideynləri müayinəyə gələrkən belə bir ifadələr işlədir. Doktor, çox yaxşı uşaq idi, hər şey normal idi, yavaş-yavaş. Bəzən isə belə bir ifadələr işlədirlər. Doktor, hər şey yaxşı idi qəfildən. Vəziyyəti pisləşdi, özünə qapandı, evdən bayıra çıxmamağa başladı, əhval-ruhiyyəsi düşdü, zövq alması azaldı, maraq dairəsi aşağı düşdü. Biz buna tibbi termin olaraq anhedoniya deyirik. Enerji potensialı endi, hərəkətsiz oldu, donuq vəziyyətdə oldu, sanki hərəkət etməməyə başladı. Biz buna evolyusiya deyirik, deyə ifadələr işlədirlər. Şəxsdə bu zaman istəksizlik, maraqsızlıq müşahidə olunur. Şəxsdə autistik əlamətlər müşahidə olunmağa başlayır. Şəxs sosial izolyasiya olunur. Ətrafı ilə, cəmiyyətlə, yaxın qohumları ilə, dostları ilə ünsiyyətə daxil olmur. Evdən bayıra çıxmır. Nəticə etibarilə özünə qapanmış vəziyyətdə olur. Eyni zamanda şəxsdə emosional kütlük yaranmağa başlayır. Şəxs emosional olaraq küt vəziyyətdə olur. Şəxs hər hansısa bir gülməli hadisələrə gülə bilmir. Ağlamalı bir vəziyyətlərdə, yas mərasimlərində, hansısa bir yaxınını itirdikdə ağlaya bilmir. Hər hansısa bir hadisələrə reaksiya verə bilmir. Emosional kütlük, emosional durğunluq yaranmağa başlayır. Şəxsdə həmçinin dezorqanizə pozuntu yaranır. Bu yəni nə deməkdir? Dezorqanizə pozuntu zamanı şəxs öz sosial, kultural xüsusiyyətlərinə uyğun olmayaraq danışar, düşünər və davranışlar göstərməyə başlayar. Şəxs gülər, ağlayar və yaxud da ki, qeyri-adekvat hərəkətlər edər. Şəxs fəslə uyğun olmayaraq geyinər. Yay fəslində qış geyimləri, qış fəslində yay geyimləri geyinməyə başlayar. Eyni zamanda şəxs qeyri-etik ifadələr işlədər, qəzəbli, istirablı olar və ətrafına qarşı şiddət göstərər. Eyni zamanda özünə və ətrafa xətər yetirmiş olar. Nəticə etibarilə bu zaman şəxsdə diqqət dağınıqlığı, diqqət defisiti formalaşır. Şəxsin akademik bacarıqları aşağı düşür. Anlama, qavrama, yadda saxlama problemləri yaranmış olur. Nitqi müfəssəl olur, nitq qırıqlığı yaranır. Şəxsin düşüncələri, fikirləri və nitqi əlaqəsiz, dəxlisiz, qeyri-ardıcıl, bir-birinə aidiyyəti olmayan formada yaranır. Məsələn, pasiyentimlə qarşı-qarşıyayam, sual verirəm, pasiyentim mənim verdiyim suala deyil, digər bir mövzu ətrafında danışmağa başlayır. Bura gəldim, avtobusa mindim, buradakı fincan çox maraqlıdır deyə bir-biri ilə əlaqəsiz cümlələr ifadə etməyə başlayır. Şəxs artıq müəyyən müddətdən sonra öz gigiyenik təmizliyinə riayət etmir. Çinmir, yuyunmur, vanna otağına daxil olmur. Əgər bu oğlan uşağıdırsa, üzünü qırxmır, qız uşağıdırsa, menstrual sikl müddətində
öz gigiyenik təmizliyinə əməl etmir və nəticə etibarilə özünə qapanmış vəziyyətdə olur. Dini tərəfdən isə şəxs dindar biri deyildir, heç bir dini bilgisi yoxdur. Artıq dinlə başlayır məşğul olmağa, namaz qılır, oruç tutur, qadındırsa artıq qapanmağa başlayır, hicaba keçir, başını bağlayır və belə bir ifadələr işlədir. Bu mənə ilahi tərəfindən buyurulubdur. Mən böyük bir qüvvələrə malik olan insan olacağam deyə fikirlər söyləyir və digər şübhəçi ifadələr işlətmiş olur. Bir müddətdən sonra şəxsin artıq qeyri-adi maraqları formalaşmağa başlayır. Əvvəllər olmayan maraqları formalaşmağa başlayır. Şəxs kosmosla və ya da qeyri-adi ixtiralarla maraqlanmağa başlayır. Şizofreniya müalicəsi. Şizofreniya ümumiyyətlə müalicə olunurmu? Tam sağalırmı? Deyə ən çox pasiyentlərin, yaxınlarının verdiyi suallar bunlardan ibarət olur. Müayinəyə daxil olan şizofreniyalı pasiyent adətən müayinəyə öz yaxın qohumları, ailə üzvləri vasitəsilə gəlir. Çünki bunların öz vəziyyətlərinə, öz xəstəliklərinə qarşı bir tənqidi olmur. Onlar özlərini xəstə hesab etmirlər. Xüsusən ailə üzvlərindən, valideynlər vasitəsilə müraciət olunur və bu zaman xəstə içəri daxil olan müddətdən adətən şizofreniyalı pasiyentlər həkimə yaxın oturmazlar. Bu qorxu, həyəcan, şübhələr fonunda onlar daim uzaqda dayanarlar. Qəribə baxışlar edərlər. Biz həkim olaraq pasiyenti müayinə otağına daxil olan müddətdən müşahidə edirik. Obyektiv olaraq şəxsi müşahidə edirik və gözlərimiz daim olaraq onun nəzərində olur. Baxmayaraq ki, biz gözümüzü ətrafa çəkən müddətdə valideyn elə düşünür ki, biz pasiyentə nəzər yetirmirik. Bu sadəcə olaraq pasiyenti daim olaraq nəzarətdə saxlamamaq üçün, şübhələnməmək üçün olan bir haldır, olan bir taktikadır. Bu zaman şəxsdə obyektiv olaraq gördüyümüz, valideynlərdən aldığımız anamnez, yəni bizim sorğu müddətində valideynlərin pasiyent haqqında verdiyi məlumat vacib hesab edilir və müalicəyə başlayırıq. Şizofreniyalı xəstələr adətən bizə çox gecikmiş mərhələdə müraciət etmiş olurlar. Şizofreniyalı pasiyentlərdə görmə, eşitmə hallyusinasiyaları və eyni zamanda şübhələr olduğuna görə bəzən bunu bədəninə cin girdiyini və yaxud da ki, onun cinnin çıxarılacağını düşünürlər. Bizdən öncə bu pasiyentlərə adətən cin çıxarma, molla, falçı, psixoloq, psixoterapevt, digər ixtisaslı həkimlərdə, nevroloq, kardioloq, terapevt və ən qədər bir sıra ixtisaslı həkimlərdə müalicə olunmuş olurlar, müraciət etmiş olurlar. Lakin biz psixiatra müraciət etdikdə artıq xəstəlik kök atmış olur, xronikləşmiş olur və ağırlaşıb proqressivləşmiş olur. Şizofreniya xəstəliyi kəskin başlayır, proqressivləşir və xroniki bir xəstəlik hesab edilir. Şizofreniya xəstəliyi xroniki bir xəstəlik olduğu üçün tam sağalmır. Lakin şizofreniya xəstəliyinin müalicəsində artıq müəyyən bir müddət keçdikcə tam remisiya əldə etmək olur. Şizofreniya xəstələrinin 1/3 tam remisiya əldə etmiş olur. Yəni tam remisiya sözünün, ifadənin anlamı, yəni nisbi sakitlik dövrüdür. Praktik olaraq şəxs sağlam olmuş olur. Pasiyentlərim arasında 8-10 ildən artıqdır ki, kliniki gedişatında hər hansısa bir kəskinləşmə və proqressivləşmə müşahidə olunmayan, yəni praktik sağlamlıq dövrü müşahidə edilir. Bu zaman şizofreniya xəstəliyinin kliniki əlamətləri müşahidə edilmir. Digər 1/3 qismən remisiya əldə edir, digər 1/3 isə xronikləşir, çətin müalicəyə tabe olmuş olur. Müalicəyə yüksək dozalarda başlaya bilirik, çünki biz buna qırıcı dozalar deyirik. Çünki xəstəlik aşağı dozalarda başlayarkən, xəstəlik getdikcə xronikləşdikcə, xəstəlik bir qüsur əlamət olaraq formalaşdırmış olur. Şəxsdə bir qüsur halı yaranmış olur. Artıq kənardan belə baxdıqda o halları adi insanlar belə sezə bilirlər. Lakin həkim mütəxəssis tərəfindən hızlı standarta uyğun olaraq doğru mütəxəssis siz seçərsinizsə, doğru zaman ərzində müalicə olunarsa, düzgün dozalarda, düzgün zaman müddətində müalicə aparılarsa, bu zaman şizofreniyalı xəstələrdə tam remisiya əldə etmək olar və demək olar ki, kliniki gedişatı zamanı xəstəlik əlamətləri azalmış və xəstənin kliniki gedişatı xeyli yüngülləşmiş olar. Şizofreniya xəstəliyin müalicəsində təyin etdiyimiz dərman preparatları beyində mezolimbik sistemdə dopamin neyromediatorunun miqdarı artdığı üçün verdiyimiz dərman preparatları dopaminin antagonistləridir. Yəni antipsixotiklərdir, neyroleptiklərdir. İlk növbədə şizofreniya xəstəliyi başlayan etapda dərman preparatları, tabletkalarla, kapsulalarla müalicə edirik. Daha sonraki etapda artıq depo inyeksiyon formaya keçmiş ola bilərik. Şizofreniya xəstəliklərində müşahidə olunan psixozları bəzən narkotik vasitələr istifadə olunan, xüsusən el arasında patı deyilir. Bunlar amfetaminlərdir. Metamfetaminlər zamanı müşahidə olunan psixozlarla qarışdırıla bilər. Metamfetaminlərin istifadəsi zamanı görülən
psixozlar şizofreniya xəstəliyində görülən psixozlarla çox oxşardır və bu zaman müşahidə olunan psixozlar daha kəskin başlayar və qəfildən başlamış olar. Eyni zamanda doğumdan sonrakı psixoz zamanı müşahidə olunan psixotik əlamətlər şizofreniya xəstəliyində müşahidə olunan psixotik əlamətlərə bənzəyir. Bu xəstəlik başlayarkən şəxs ilk növbədə doğuşdan sonra qadın özünə qapanır, əhval-ruhiyyəsi düşür, həyatdan zövq almamağa başlayır. İrəliləyən etaplarda depressiya dərinləşdikcə intihara dair düşüncələr formalaşmağa başlayır. Qadın bir müddətdən sonra özünə qapanaraq artıq burada depressiv əlamətlər psixotik əlamətlərə keçir. Qadın övladını qucağına götürüb qaçır, övladını oğurlayacaqları şübhələri, düşüncələri yaranmağa başlayır, övladını süddən, yeməkdən kəsmiş olur. Bu əlamətlər şizofreniyada görülən psixotik əlamətlərlə bənzərlik təşkil edir. Həmçinin onkoloji xəstəliklər zamanı yaranan psixozlar, beyin şişləri zamanı yaranan psixozlar şizofreniya xəstəliyində yaranan psixozlarla bənzərlik ola bilər. Məhz buna görə də bunları mütləq şəkildə mütəxəssis tərəfindən diferensiyasiya edilməlidir. Şizofreniya diaqnozu qoyulmuş şəxslər 3 haldan məhrum oluna bilərlər. Birincisi, şəxs əgər cinayətə təşəbbüs edibsə və kəskin mərhələdədirsə, azad oluna bilərlər, lakin remissiya mərhələsinə bu daxil deyildir. İkincisi, şəxs hərbi xidmətdən azad oluna bilərlər. Üçüncü isə şəxs dövlət tərəfindən təminat ala bilər. Şizofreniyanın növlərinə gəldikdə isə şizofreniyanın neqativ və yaxud da ki, pozitiv simptomlarının ön planda olmasını nəzərə alaraq 3 növünü qeyd edərdim. Ən çox yayılmış növləri və cəmiyyət arasında adları eşidilən paranoid şizofreniya, katatonik şizofreniya və herbefrenik şizofreniya. Sizin psixiatr həkiminiz doktor Aytən Namazova.